gətirdim. İstədiyiniz qədər sıxıb apara bilərsiniz. Əgər çox incə istəyirsinizsə, istədiyiniz qədər dartırsınız. Yəni, məsələn, mən tam bura bağlamaq istəmirəm, çünki istəyirəm ki, 3-4 saat qalsın əlimdə. Tam sıxanda biraz saxlamaq çətin olur. Amma belə deyirəm, o qədər rahatdır ki, qətiyyən sıxmaq, incitmək heç bir şey yoxdur. Tam elə bir ki, sizi o qəlibə salmaq üçün bu qum saatı formasına alır. Çalışın sinənizin tam altından bağlayasınız. Çox adam, məsələn, buradan başlayır bağlamağa, buradan ətlər falan çıxır. Çalışın tam sinənin altından bu şəkildə bağlayın. Belə göstərin. Bundan görünmür bəlkə də. Görünür, hələ tam sıxmamışam. İstəyirsiniz, tam sıxanda da belə olur. Əgər yəni saxlaya bilirsinizsə, sizə rahatdırsa, belə tam da sıxıb saxlaya bilərsiniz. Nə gözəl. Amma maksimum belə 7-8 saatda ondan artıq saxlamaq ziyan ola bilər. Çünki həqiqətən də bu təsirli bir şeydir. Daimi taxdığınız zaman ola bilməz ki, siz bunu daimi taxasınız, fərq hiss eləməyəsiniz. Yəni, mümkün deyil elə bir şey. Tarix boyu yəni, ola bilməz. Adicə boyunlarda, belə qəbilələrdə falan görürsünüz, taxırlar, boyunları uzanır. Yəni, bu çox təsirli bir şeydir. Sadəcə yaxşısını, keyfiyyətlisini almaq lazımdır ki, boş-boşuna yalandan özünüzü taxıb aldatmayasınız. İndi də yəni almaq üçün yaxşı bir vaxtdır deyə düşünürəm. Endirimdəykən yararlana bilərsiniz.